Növbəti çıxış üçün sözü isə məruzəçimiz olan Abid bəyə veririk. Üzr istəyirəm, Aybəniz xanım, mikrofon düzəldi. Aybəniz xanım, söz sizdə. Mikrofonu açardınız. Səsim gəlir. Gəldi. Buyurun. Nauşniki çıxaranda səsim gəlir. Nauşniki taxanda səsim gəlmir ona görə. Mən bugün əvvəla hamınızı salamlayıram. Hörmətli sədr, hörmətli millət vəkilləri, dəyərli tamaşaçılarımız və mənim üçün hər adı çəkiləndə ürəyimi yerindən oynadan Azərbaycanım və Azərbaycanımın bütün vətəndaşları. Azərbaycan mənim üçün çox əzizdir. Mən Fransada hər dəfə Azərbaycanın adı gələndə, Azərbaycanlı görəndə təsəvvür eləmirsiniz ki, mən nə hallara düşürəm. Çünki mənim qəlbim Azərbaycandan uzaq olsa da həmişə Azərbaycanla döyünüb. Mən bugünkü çıxışımda penitensiar xidmətinin həbsxanalarındakı işgəncələrə toxunacağım. Azərbaycanda penitensiar xidmətinin bir həbsxanası yoxdur ki, oradakı məhbuslar işgəncələrdən fəryad etməsinlər. Həbsxanalardakı işgəncələr, orada işləyənlərin sadəcə deyərdim ki, işgəncə onların normativ iş rejiminə çevrilibdir. Ən çox da işgəncələrdə təcridxananın rəisi Elnur İsmailovun, sonra penitensiar xidmətinin rəisi Mirsalih Seyidovun adı hallanır ki, onlar məhbuslara işgəncələr verilməsində daha aktiv iştirak edirlər. Qeyd edim ki, həbsxana insanı insanlıqdan məhrum edən yer deyil. Azadlıqdan məhrum edilən insanları qəbul edib, onların həyatlarının bəlli bir qismi mərhumiyyətdə keçən zaman intervalında onları həyata yenidən adaptasiya edən bir yerdir. Amma Azərbaycanda vəziyyət necədir? Xüsusən də işgəllənərək həbs olunan siyasi məhbuslarımıza qarşı. Gəlin faktlara diqqət yetirək. Deməli, bizim bilirsiniz ki, jurnalist qızlarımız həbs olunubdur və bunlardan üçünə qarşı Sevinç Vaqif qızı, Nərgiz Absalamova və Elnarə Qasımovaya qarşı deməli, Elnur İsmailovun göstərişi ilə deməli, hücum təşkil olunubdur kameralarından və Təranə Quliyevanın işgəncə təqdimatı verilib. Həmin deməli, işgəncə təqdimatının əsasında onlara fiziki zorakılıq tətbiq olunub. Aynurə Heydərova adlı nəzarətçi onlara hücum edib və bu zaman Sevinç Vaqif qızının baş barmağının deməli 3 damarı partlayıb, orta barmağı yaralanaraq parçalanıb. Nərgiz Absalamova və Elnarə Qasımovanın da əllərində göy zədələr olub və hər jurnalistimiz ciddi xəsarətlər alıblar. Hakimiyyət mediası bunu ciddcəhlə örtbasır etməyə çalışsa da müvəffəq ola bilməmişlər. Bunlar bütün mediaya və sosial şəbəkələrə faktlarla göstərilmişdir. Gəlirəm digər siyasi məhbuslarımızın vəziyyətinə ki, onlar da ciddi şəkildə işgəncələrə məruz qalıblar. Deyək, İlqar bəy də öz çıxışında qeyd etdi ki, cinsiyyət orqanlarına da onların işgəncələr tətbiq edilir. Məsələn, vicdan məhbusu Niyaməddin Əhmədov belə bir məhbuslardandır. Niyaməddin Əhmədovla bağlı dəhşətli işgəncə faktlarını nəzərə çatdırmaq istəyirəm. Niyaməddin Əhmədovun ayaqlarının altına, bədəninə dubinka ilə vəhşicəsinə vurmaqla kifayətlənməyənlər onun üstünə çıxaraq ayaqqabı ilə cinsiyyət orqanlarına çox ciddi şəkildə əziblər. Bununla da ürəkləri soyumayıb, hətta üzr istəyirəm, onun da deməli, şalvarını soyunduraraq zorlayacaqları ilə hədələyiblər ki, etmədiyi cinayəti boyuna alsın. Niyaməddin Əhmədova qarşı indinin özündə də deməli işgəncə faktları davam edir. Belə ki, bilirik ki, uzun müddət Niyaməddin Əhmədovun ailəsi ondan xəbər tuta bilmirdi. Ona heç bir əsas olmadan qadağalar tətbiq edilmişdi. Niyaməddin Əhmədovun atası Arif Əhmədov nəhayət bayram ərəfəsində onunla görüşə bilib. Niyaməddin Əhmədov bildirib ki, bu ilin fevral ayının 26-sında onu dəfələrlə Karsə və Karsərə salıblar.
Sonra Niyamədin Əhmədovu heç bir əsas olmadan qapalı tipli həbsxanaya köçürülməsi ilə bağlı qərar veriblər. Qərarda da əsas kimi Niyamədin Əhmədovun tez-tez Karsa salınması göstərilib. Amma Karsa nəyə görə salınıb? Heç bir əsasları yoxdur əllərində. Həbsdə olan jurnalist Ərşad İbrahimov da deməli Bandakterdə və həbsxanada ciddi işgəncələrə məruz qalıb. Onun deməli qabırğalarını qırmaqla yanaşı ayağını topuq nahiyəsindən vurub sındırıblar. Heç bir təqsiri, cinayəti olmayan Azərbaycan üçün böyük faydalar verə biləcək insan, BMT-nin gənc liderlər proqramı üzrə yeganə Azərbaycanlı məzunu, gənc iqtisadçı alim Fazil Qasımov həmin qeyd etdiyimiz Bandakterdə də qandonduran zorakılıqlara məruz qalıb. Fazil Qasımovun bədəninə elektrik veriblər. Başını sidik və nəcis dolu unitaza soxub onu murdarlıqda saxlayıblar və beləliklə ləyaqətini alçaldaraq professor Qubadi Badoğlu'nun əleyhinə saxta ifadələr alıblar. Sonra o özündə güc tapıb və bütün bunları, bütün verdiyi ifadələri işgəncələr altında verdiyini təsdiqləyibdir. Bu isə onun deməli sonunu, həbsxana deməli sonunu gətirən bir ifadə olubdur. COP29 tədbirinin keçirildiyi vaxtlarda ailəsi ilə telefonda danışan Fazil Qasımov ingilis dilində fikirlər söyləyərək dünyadan kömək istəyir. Lakin mayor Cəlal Əlizadənin göstərişi və eyni zamanda onun özünün də iştirakı ilə Fazil Qasımovu döyüb kamerasına dək yerdə vəhşi kimi sürüyüblər. Əynindəki paltarı isə cırıblar. Belə vəhşilik mi olar? Sonra görün həmin Cəlal Əlizadə nə edib? Acıq aksiyası etməkdən, işgəncələrdən bir dəri bir sümük qalmış, zəif düşmüş, köməksiz, müdafiəsiz Fazil Qasımovu kamerasından çıxararaq deməli otaqların birinə sürüyə apararaq əllərini, ayaqlarını bağlayıb təhqiramiz formada başını qırxmağa başlayıb. Bu vəziyyətdə dözməyən Fazil Qasımov var gücü ilə bağırmağa başlayıb. Elə bağırıb ki, burnundan qan açılıb və görüblər ki, onun burnundan açılan qanı kəsə bilmirlər. Deməli, onu öz kamerasına aparıblar. Amma həkim çağırmayıblar. Yəni ona təcili tibbi yardım göstərmək üçün heç bir həkim yanına aparmayıblar, çağırmayıblar. Yəni şərlənərək siyasi sifarişlə həbs olunan bizim siyasi məhbuslarımıza, vicdan məhbuslarımıza bu belə bir vəhşi üsulla işgəncələr verirlər. Bundan başqa bilirik ki, bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının professoru, beynəlxalq terrorçuluğa və korrupsiyaya qarşı mübarizə mərkəzinin keçmiş direktoru Rövşən Novruzoğlu Dəliyev həbsxanada vəfat etdi. Müəmmalı şəkildə polis tərəfindən, yəni əvvəllər müəmmalı şəkildə üzr istəyirəm, polis tərəfindən saxlanılan Rövşən Dəliyev Hacıbala Abutalıbovun məktubu əsasında həbs edilmişdi. Rövşən Dəliyev o zamanlar Hacıbala Abutalıbovun onu Bakı Şəhər İcra Hakimiyyətinin binasında vəhşicəsinə döydürdükdən sonra onu 9 ay Milli Təhlükəsizlik Nazirliyinin kamerasında tək-tənha saxlatdığını mətbuata da açıqlamışdı. Özünü 1555 saylı məhbus adlandıran Rövşən Dəliyev sonradan azadlığa çıxsa da nə işləsə onu yenidən dələduzluqda mühakimə edərək məhkəmə zalındaca həbs edirlər. Bu günlərdə həbsxanada vəfat edən Rövşən Dəliyevin öz əcəli ilə ölmədiyi haqda iddialar səslənir. Belə ki, onun ürəyi infarkt edən hansısa preparatla öldürüldüyü iddialar arasındadır. Yəni, qeyd etmək istəyirəm ki, bu cür metodlarla həbsxanalarda hansısa sirlərin üstü açılmasın deyə insanları hətta deməli öldürmək kimi bir variantdan da istifadə edirlər. Tərtər işində deməli həqiqəti deyənlər nə qədər insanların axına çıxdılar. Yəni demək istəyirəm ki, Azərbaycan hakimiyyəti istər tərtər işində, istər Gəncə işində, istər Eurovision işində həbs olunan, istər bu jurnalistlərimizi, yəni bu siyasi sifarişlə həbs olunan bütün deməli
deməli, məhbuslarımıza həbsxanalarda işgəncələr verməklə onlardan özlərinin xeyrinə, öz mənfəətlərinin xeyrinə ifadələr almaq istəyirlər. Buna son verilməlidir və biz bunun üçün hansısa bir mexanizm işləyib hazırlamalıyıq ki, buna Azərbaycan hakimiyyəti son versin, həbsxanalardakı bu işgəncələrə son verilsin. Təşəkkür edirəm, mənim çıxışım bu qədər. Çox sağ olun Aybəniz xanım, ətraflı çıxışınıza görə.